Yeni bir kitabın təqdimatına qatıldıq. Həkim, şair Hacı Çingiz Ərəblinin Sevdalıyam və Görüşdük təsadüfən kitablarından sonra 3-cü əsərinin təqdimatı idi. 10 il ərzində yazıb ərsəyə gətirdiyi Eşqnamə kitabının açılışı eləyən kitabın redaktoru və ön söz müəllifi, şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin, Taybin İdarə Heyətinin üzvü Tapdıq Əlbəyli əsərin necə ərsəyə gəldiyindən, müəllifin amacından, məzmunundan danışdı. Monumental poema olan Eşqnamədə ulu yaradanın sonsuz hikmət və qüdrəti, dünyanın, kainatın, yer kürrəsinin yaradılışı, İslam dininin müjdəçisi Məhəmməd Peyğəmbərin mövludu, həyatı və ilahi missiyası, eləcə də imamətin İslam dünyasında rolu poetik incəliklə, özəlliklə həm fəlsəfi mahiyyətinə, həm də söz sənəti məziyyətinə görə dolğun şəkildə təsvir edildiyini dilə gətirdi. Çingiz Ərəblinin Eşqnamə poeması mövzu səciyyəsinə görə və özəlliyinə görə çalarlarla süslənir. Eşqnamənin işığına yığışanlar müəllifi təbrik edərək yaradıcılığının incəliklərindən danışdılar. Ustalıqla ərsəyə gətirdiyi poemanın yeni bir üslub və məzmunla, poetik çalarlarla oxucuya təqdim edildiyindən söz açdılar. Təsəvvür edirsinizmi? Tədbirdə iştirak edən tanınmış elm, mədəniyyət, ədəbiyyat, incəsənət, mətbuat təmsilçilərinin və həkimlərin çıxışları o qədər səmimi və yadda qalan oldu ki, hər birinin müəlliflə bağlı ürək sözlərini ifadə etsək, bir böyük əsər də biz yaratmış olardıq. Tayyib sədrinin müavini Eyvaz Qümbətovun başçılığı ilə idarə heyəti üzvlərinin qatılımı da bir ayrı rəngarəngliyi idi. Hamı çıxış elədi demək olar ki, Hacı Çingizin poemasının xaliqə məhəbbət, xilqətə mərhəmət, yurda bağlılıq, xalqa vətənə sonsuz məhəbbətindən bəhs etdilər. Çingiz Ərəblinin Eşqnamə poemasını oxuduqca hiss edəcəksiniz ki, müəllif milli və bəşəri dəyərləri o qədər ustalıqla ipə sapa düzüb ki, əsəri məmnuniyyətlə oxuyub sona çıxa biləcəksiniz. Mən Çingiz müəllimi öncə sizin hamınızın adından təbrik edirəm. Çox sağ olun. Belə bir gözəl kitabı ərsəyə gətirməyiniz həqiqətən çox böyük təqdirə layiq haldır. Eyni zamanda bu kitabın ərsəyə gəlməsi də uzun bir tarix çəkib, 10 ilə dayanır. 10 ilə yaxındır ki, bu kitab üzərində işləmisiniz. Sizə hardan əmələ gəldi bu fikir, bu ideya, belə bir poemaya müraciət eləyəsiniz? Ümumiyyətlə, bu poemaya müraciət eləmək, mən hesab edirəm ki, hər bir adamın içində mənim yazdıqlarım var, qəlbində var və təsadüfən oldu, belə oturub düşündüm və başladım yazmağa. 8 hecada yazmışam bunu. İlk öncə yazdım ki, demək, nələr oldu Kərbəlada, o qumlu, qanlı səhrada. Baş kəsildi, qan töküldü, nurun üzü tam örtüldü. Və bununla da mənim bu poemam başladı. Bu poema 10 il müddətində ərsəyə gəlib, 10 il çəkib və bu poemada hər bir şey var. Yaradılışdan tutmuş, demək olar ki, həm burada dünyanın yaradılışından gedir, həm insanın, Adəm və Həvvanın yaranışından, sonra bunun Peyğəmbər və imamət bölmələri var, bir kitabda cəmlənib. Belə deyək, sadəcə olaraq içimdən gəldi və hesab edirəm ki, bu da Tanrının mənə olan bir lütfüdür. Tapdıq müəllim, xoş gördük sizi. Əlimizdə tutduğumuz bu kitab Çingiz Ərəblinin Eşqnamə kitabıdır və aldığımız məlumata görə də siz bu kitabın baş redaktorsunuz. Bu kitab başqa kitablardan nə ilə fərqlənir və sizin fikrinizi almaq istərdim. Buyurun. Əvvəla mən də sizi salamlayıram. Bizim bu kitab məclisində, kitab təqdimatında sizi xoş gördük. Onu deyim ki, monumental bir poema olan Eşqnamə öz səciyyəvi cəhətləri ilə təbii ki, müəyyən fərqləri var. Bu fərqləndirən cəhətlər nədir?
Əvvəla mövzu səciyyəsi baxımından Quran qissələri, folklor örnəkləri, deyək ki, elmi biliklər, bunları özündə ehtiva edən və vəhdət təşkil edən bu kitabda şair öz poetik baxışı ilə deyək ki, mövzunu süsləndirir və çatdırır. Bu da nədir? Dünyanın yaranışı, İslam müjdəçisi olan Peyğəmbərin mövludu, həyatı və imamətin İslam dünyasında rolu bütövlükdə burada poetik dillə çatdırılır. Deyildiyi kimi, poemanın əsas cəhətlərindən, o bədii xüsusiyyətlərindən biri də odur ki, poema 8-lik, heca vəznində 8-lik bölgüsündə yazılıb və təbii ki, 8-lik bölgüsündə də deyək ki, fəlsəfi düşüncələri, elmi didaktik, əxlaqi düşüncələri özündə ehtiva edən bu cür monumental bir poemanı yazmaqda təbii ki, çox çətindir. Amma buna baxmayaraq, bu poema bütün cəhətləri ilə, istər fəlsəfi, istər ədəbi bədii yönləri ilə çox dolğun şəkildə ehtiva olunub. Və burada bir məsələni qeyd edək ki, sual olunur. Yəni, bugünkü güldə bir industrial dünyanın, yəni belə deyək ki, texnologiyanın inkişaf elədiyi bir dövrdə, süni intellektin inkişaf elədiyi bir dövrdə, həyatımıza daxil olduğu bir zamanda belə bir iri həcmli əsərin yaranmasına ehtiyac varmı? Zərurət nədir? Yəni, bu gün bilirik ki, belə deyək də, o deyir, vaxtın bərəkətdən düşən vaxtıdır bir zamanda. Təbii ki, bu cür kitabların oxunması bir o qədər də cəlb eləmir insanlara. Çünki, niyə? Çünki indi yığcam, belə deyək ki, məlumatlar. Amma məsələ ondadır ki, bu kitabı fərqləndirən və onun özəlliyi nədədir? Özəlliyi ondadır ki, burada ilahi eşqdən söhbət gedir. Burada ilahi eşq, belə bir fikir var da, deyir, bütün sevgilərə körpüdür ilahi eşq. Və bu ilahi eşqi ehtiva etdiyinə görə və bütün mənəvi dəyərlərimizi, belə deyək ki, əxlaqi dəyərləri özündə ehtiva edən ədəbi örnəklərə zaman-zaman ehtiyac olub və bugün də var. Bu baxımdan mən hesab eləyirəm ki, bu kitab bugünkü gündə vacibdir, oxunaqlıdır və düşünürəm ki, hər birimizin, hər bir oxucunun könül dünyasında bu, belə deyək ki, feyz şəblərlərinə qərq edəcək bir məqamdadır. Sözlərimizi kitabın redaktoru Taftıq Əlvəylinin ön sözündəki fikirləri ilə tamamlamaq istərdim. İnanırıq ki, Eşqnamə minillik ədəbiyyatımızın poeziya havasına qarışmaqla çağdaş ədəbi mühitimizdə olan yerini şəfəqləndirən günəş tək nurlanacaq, bəşərin əzəli əbədi ülviyyələrini oxucu düşüncəsində məhrəm duyğulara çevirəcəkdir. Ay qardaş, sən yaxşı yaz ki, oxusunlar da. Sən yaxşı əsər